Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə həm dadlı, həm də sağlamlıq baxımından çox dəyərli olan bir meyvə, yəni şaftalı haqqında danışacağım. Görəsən şaftalı həqiqətən də faydalıdırmı? Onun zərərləri varmı? Kimlər üçün daha çox tövsiyə olunur? Kimlər isə ehtiyatlı olmalıdır? Gəlin birlikdə bütün bu suallara ətraflı cavab tapaq. Lakin videoya keçməmişdən qabaq sizdən xahişim bundan ibarətdir ki, videonu axıra qədər dinləməyi, bəyənməyi və paylaşmağı unutmayın. İlk olaraq şaftalının ümumi xüsusiyyətlərindən başlayaq. Şaftalı yay mövsümünün ən sevilən meyvələrindən biridir. O, şirin dadı, xoş ətri və şirəli quruluşu ilə seçilir. Tərkibində çoxlu vitamin və minerallar var. Xüsusilə A vitamini, C vitamini, Y vitamini və B qrup vitaminləri ilə zəngindir. Bundan əlavə kalium, maqnezium və lif baxımından da olduqca dəyərlidir. İndi isə keçək şaftalının faydalarına. Şaftalı ilk növbədə immun sistemini gücləndirir. Tərkibində olan C vitamini orqanizmi virus və bakteriyalara qarşı daha davamlı edir. Xüsusilə mövsüm dəyişiləndə şaftalı yemək xəstəliklərin qarşısını almağa kömək edə bilər. Digər mühüm faydası isə həzm sisteminə təsiridir. Şaftalı liflə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Həmçinin mədəni yormur və asan həzm olunur. Şaftalı dərinin sağlamlığı üçün də çox faydalıdır. Tərkibində olan antioksidantlar dərini cavan saxlayır, qırışların yaranmasını gecikdirir və dərinin daha parlaq görünməsinə kömək edir. Buna görə də şaftalı bəzən təbii gözəllik meyvəsi adlandırılır. Ürək sağlamlığı üçün də şaftalı mühüm rol oynayır. Kalium tərkibi sayəsində qan təzyiqini tənzimləməyə kömək edir və ürək-damar xəstəlikləri riskini azaldır. Bundan əlavə şaftalı arıqlamaq istəyənlər üçün də çox yaxşı seçimdir. Çünki kalorisi azdır, amma toxluq hissi yaradır. Bu isə pəhriz saxlayan insanlar üçün çox uyğundur. Göz sağlamlığına təsiri də diqqətə layiqdir. A vitamini sayəsində görmə qabiliyyətini qoruyur və göz yorğunluğunu azaldır. Amma hər qidanın olduğu kimi şaftalının da bəzi zərərləri və diqqət edilməli məqamları var. İlk olaraq allergiya məsələsinə toxunaq. Bəzi insanlarda şaftalı allergik reaksiyaya yarada bilər. Bu qaşınma, səpkilər və ya hətta nəfəs darlığı ilə özünü göstərə bilər. Əgər ilk dəfə istifadə edirsinizsə, az miqdarda yemək daha təhlükəsizdir. Şaftalının tərkibində təbii şəkər olduğu üçün şəkərli diabet xəstələri onu normadan artıq qəbul etməməlidir. Həddindən artıq yeyildikdə qanda şəkərin səviyyəsini yüksəldə bilər. Həddindən artıq şaftalı yemək mədə-bağırsaq problemlərinə də səbəb ola bilər. Məsələn, köp, ishal və ya narahatlıq yarana bilər. Buna görə də hər şeydə olduğu kimi ölçülü olmaq vacibdir. Şaftalını istifadə etməzdən əvvəl yaxşıca yumaq və mümkünsə qabığını soymaq tövsiyə olunur. Sonda isə belə nəticəyə gələ bilərik ki, şaftalı düzgün və ölçülü istifadə edildikdə çox faydalı bir meyvədir. O həm sağlamlıq üçün, həm də ümumi həyat keyfiyyətinin yaxşılaşması üçün böyük töhfə verir. Əgər siz də sağlam qidalanmağa önəm verirsinizsə, şaftalını gündəlik rasionunuza əlavə edə bilərsiniz. Amma unutmayın, hər şeyin çoxu zərərlidir. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.